Bir daha salamlayıram hamını. Ramil Aslanov Leon Center şirkətinin rəhbəri, təsisçi direktoru. Təsisçi direktoru. Həmişəki kimi yenə də Bakı Baş Gömrük qabağındayıq. Başqa əlacımız yoxdur, başqa çıxışımız yoxdur. Buradan Cənab Prezidentə müraciət edirəm. Cənab Prezident və digər qurumlar, ölkənin güc strukturları və nazirlər, baş nazirə müraciət edirəm, Prezident administrasiyasına müraciət edirəm buradan. Əlacımız yoxdur, hal-hazırda Bakı Baş Gömrük İdarəsinin mənə qarşı növbəti süründürməçiliyini, növbəti prinsipini, Elmir Ramazanovun prinsip halını buradan Cənab Prezident sizə çatdırmaq istəyirəm. Cənab Prezident, həmişə bütün çıxışlarınızda, bütün Cənab Prezident sizin qərarlarınızda, fərmanlarda sahibkara qarşı asan, yüngül, texnologiyalarla qərarlar imzalanır. Yəni, hamısı yüngüllüyə formalaşdırır. Bütün qərarlarda, bütün sərəncamlarda. Nətər olur ki, Cənab Prezident, siz verdiyi sərəncamlar, qərarlarda asanlıq göstərilir, Elmir Ramazanov isə onu qəlizləşdirir. Necə olur? Elə olur ki, deməli, burada hər gün 20-25 konteyner kargolar və yaxud ki, Elmir Ramazanovun elə də deyəcəm, himayə elədiyi şirkətlər tərəfindən gəlirlər, rəsmiləşdirmə keçirlər. Nətər olur ki, bunların konteyneri, 20-25 konteyneri 10 dəqiqədə, 20 dəqiqədə çıxır, gedir. Mənim isə ayda bir dənə, 2 dənə konteynerdir, içində 17 adda mal, o gəlib burada dayanır. Deməli, məntiqi bir şey çıxır buradan. 2000 bəyannamə gündə emal olunur, Cənab Prezident. 2000 bəyannamə. 2000 bəyannaməyə bunlar mənə həsr elədikləri vaxt üzrə, o vaxtı həsr edəsələr hər bir bəyannaməyə bir-bir, onda bu mallar hamısı 15 ilə ya 10 ilə gəlib buradan çıxacaqlar. Necə ki, dünənlər Nərgiz Həmidova malı sistemə vurmuşuq, bəyan etmişik. Nərgiz Həmidova deyir ki, mən malın qiymətini təyin edə bilmirəm. Mən başa düşə bilmirəm. Buradan Şahin müəllimə də müraciət edirəm. Şahin müəllim Bağırov, zəhmət olmasa mənə bildirin. Nərgiz Həmidova malın qiymətini təyin edə bilmirsə, onda dövlətdən bura nə qədər pul köçürülür, nə qədər vəsaitlər keçirilir, nə qədər texnika alınır. Hətta üzr istəyirəm, son dəfə Qafqaz Info'dan məlumat gəlmişdi, səhv eləmirəmsə, ya digər idi, yadımdadır. Hansısa media informasiyada məlumat gəldi ki, Dövlət Gömrük Komitəsinin bu qospitalı var. Həmin qospitalın həkimləri səhv eləmirəmsə müraciət elədilər ki, bizim maaşlar tutulur, maaşlardan tutulurlar ki, texnika alırıq, yenirik. Yaxşı, əgər bu cəmaatdan maaşlar tutulursa, əgər dövlətdən büdcədən bura formalaşıb bunlar pul alırlarsa, hansısa yeni texnika alsınlar, yeni üsullar tətbiq eləsinlər, dövlət də ona çalışır. Amma nəticədə Nərgiz Həmidova deyir ki, mən qiyməti təyin edə bilmirəm. Yaxşı, sən qiyməti təyin edə bilmirsənsə, onda sən burada nəyə lazımsan? Və yaxud da ki, ikinci bir şey var. Deməli, 31-ci qrafada Cənab Prezident, burada da bunu göstərmək istəyirəm, bəyannamə, bütün sahibkarlara buradan səsləndirəm. Bizi alladırlar, bizim başımıza oyun açırlar. 31-ci qrafada burada göstərir ki, deməli nə yazıbdır? Burada göstərir ki, hansı sənədləri biz təqdim eləməliyik. Göstərir ki, eyniləşdirmə vasitələri və nömrələri, konteynerin nömrəsi, malın miqdarı və növü. Biz bunların hamısını burada göstəririk. Bunu göstərəndən sonra bizdən başqa sənəd tələb eləməməlidirlər bunlar. Bunların özlərinin daxildə, belə deyək də, mən hətta buradan müraciət edirəm Dövlət Gömrük Komitəsinin, Dövlət Gömrük Komitəsində Kənan Əsədov, cənab Kənan Əsədov. Zəhmət olmasa, belə bir şey var burada. Bizdə dəqiqə pusat, mən sizə onu elə buradan göstərim. Məktub buradadır. Prosto bir neçəsini yığmışam üst-üstə, üzüstdən biraz vaxt gedir. Mən çalışacağımsa da məktubu göstərim. Deməli, Kənan Əsədov mənə məktub imzalayıb göndəribdir. Məktubda göstərir ki, buradadır, buyurun. Kənan Əsədov, 10-03-2025, buyurun, 33-2-0039. Bu da göstərir ki, Kənan Əsədov imzalayıb göndərib ki, göstərir ki, 31-ci qrafasında, bəyannamənin 31-ci qrafasında əks olunmuş tələbi normativ hüquqi aktlarda və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin gömrük bəyannamələrinin doldurulması qaydalarına, metodikasına. Kənan müəllim, siz elə bilirsiniz ki, bu vətəndaşlar, sahibkarlar sizin işçilərinizdir. Özünüz göstərirsiniz ki, metodika, amma bu tərəfdən normativ hüquqi akt. Zəhmət olmasa normativ hüquqi aktı mənə göstərin.
hansı normativ hüququ var, akt var, hansı Ədliyyə Nazirliyindən təsdiqlənmiş bir qərar var ki, siz ona görə 31-ci qrafanı təyin edirsiniz. Yəni bunlar deyirlər ki, istehsalçını göstər, nə bilim, sonra miqdarını göstər, cürbəcür yəni vasitələrlə maneçilik yaradan, çətinlik yaradan vasitələrlə bizə təzyiq etmək istəyirlər. Eyni zamanda Kənan Əsədov da burada göstərir ki, normativ hüquqi akt. Kənan Əsədov mənə göstərir ki, sizin daxili metodika qaydaları var. Sizin daxili metodika qaydaları sizdə aidiyyəti var. Kənan müəllim, Şahin müəllim, o daxili metodika qaydaları gömrükçiyə aiddir, inspektora, maliyyəçiyə aiddir. Bizə aid deyil. Onu bizə qarşı, vətəndaşa qarşı, sahibkara qarşı niyə tətbiq edirsiniz? Nəyə görə cənab prezident verdiyi sərəncamlarda asanlıq, yüngülləşdirmə var, amma nəyə görə siz göstərdiyinizdə siz burada əşi qəlizləşdirirsiniz? Mən deyim nəyə görə? 2000 bəyannamə var, adicə bir, məsəl üçün belə bir şey göstərim də. 2000 bəyannamə var. Hər o 2000 bəyannamədə, yenə də deyirəm, hərəsinə mən 2 gündür buradayam. 2 gün ərzində cənab prezident, mən 4 dənə inspektorla burada görüşmüşəm. 4 dənə inspektor burada mənə bildirir ki, sonunda mənə bildirir ki, bizlik deyil, biz gərək yuxarıya deyək, qərarı yuxarı verir. Yaxşı, əgər qərarı yuxarı verirsə, Şahin müəllim, əgər qərarı yuxarı instansiya verirsə, Elmir Ramazanov verirsə, onda nəyə görə burada 350 nəfər personal durmalıdır? Nəyə görə bu 350 nəfər personal maaş əziyyəti çəkməlidir, fikrini çəkməlidir və onda hamısını ləğv eləsinlər, burada 2 nəfər qoysunlar, həmin o 2 nəfər təyin eləsin, qutardı getdi, nəyə görə büdcədən pul silməlisiniz, nəyə görə əziyyət çəkməlisiniz? Elmir Ramazanov özü hansını istəyir bıraxsın, hansını istəyir qalsın, məntiqi bir şey var, 2000 bəyannamə emal olunan zaman, hər bəyannaməyə mən 3 gündür buradayamışım, 3 gün mənə həsr olunsa, hər dəfə 4 dənə inspektorla danışılsa, vallah billah hesablayın da 5 il mən hesablamışam, 5 ildən sonra çıxmalıdır 2000 bəyannamə burada. Amma nətər olur ki, bir dənə mən qalıram, digərləri çıxır gedir. Nətər olur ki, hər bir karqonun və yaxud da ki, himayə elədiyi şirkətdə deməli bir dənə adamın 150 dənə malı varsa və onun himayəsindədirsə, onu buraya çıxırlar. Belə bir şey deyim də, üzr istəyirəm mən buradan. Belə çıxır ki, o şəxslər ki, dayandırılır, əziyyət verilir, bizə əziyyət verirlər, bəzi sahibkarlara əziyyət verirlər də, hamı başını vermirlər. Üzr istəyirəm, Elmir Ramazanov burada bizə elə baxır ki, sanki yumurtlamayan toyuq kimi baxır. Deyir, bundan xeyir yoxdursa, mən bunu götürüm, öyle kəsim doğrayım da, bunu nə edirəm bura gəlib? Bundan fayda yoxdur, ki, qaçsın, getsin, versin kargoya. Bundan yumurta yoxdur da, qardaş başına dönüm. Nə edirəm bunu? Kəs bunu doğrayın, qoyçusun, getsin. Budur da vəziyyət. Bundan əlavə gəlir əldə edə bilmədikləri üçün sizi burada gecələ saldıqlarını deyirsiniz də. Bəli. Birinci odur. İkinci də ki, yenə də deyirəm, cənab prezident çıxışlarında deyir ki, sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Biz vergini ödəyirik. Nətər olur ki, siz yaxşı toxundunuz. Bir dənə məsələ var. Vergi borcumuz da olur, vergi ilə problemimiz də olur. Vallahi zəng edirlər, həqiqətən də minnətdaram. Mədəni qanacaqlı, zəhmət olmasa borcu ödəyə bilərsiniz, nə vaxt ödəyəcəksiniz və yaxud da ki, zəhmət olmasa yaxınlaşın. Yox, problem yaşamırıq. Gedirik, vergidə məktubu veririk, xahiş edim məni qəbul edin. Bu günlər mən müraciət eləmişəm vergi ilə əlaqədar. Məsəl üçün, məni dəvət ediblər, sadəcə fiziki olaraq vaxtım yoxdur mənim. Elmir Ramazanov mənim vaxtımın çoxsunu alıb ki, mən gedim, orada suallarım var, dəvət ediblər, deyirlər ki, gəl səni dinləyək. Mən gedib çıxa bilmirəm ora. Nəyə çıxa bilmirəm? Çünki Elmir Ramazanov burada mənə problem yaradıbdır. Niyə problem yaradırlar? Səbəb nə göstərir? Çünki qanunsuzluq edirlər. Çünki bunlar sadəcə hesablama qaydalarını bilmirlər. Bunlar bilmirlər dəyəri nətər. Nərgiz xanım deyir ki mənə, mən dəyəri təyin edə bilmirəm. Mən də deyirəm Nərgiz xanım, siz bunu təyin edə bilmirsiniz. Onda burada niyə oturmuşsan? Nətər təyin edə bilmirsən? 28 gün bundan qabaq həmin mal gəlib də. 28 gün də yox, 18 gün bundan qabaq. Həmin mal gəlibdir, həmin konteynerdir. Deməli, diqqət edin. Deyir ki, malın texniki göstəricilərini yenə başlayıblar. Plasmas qıf yoxdur. Gətirmişəm, o dünənləri qıfı qoymuşam. Deyirəm, bu qıfın motorunun gücü 5.5'dir. BMW motorudur. Qardaş, Zaqluşka gətirmişəm, deyir Zaqluşkanın model markasını göstər. Zaqluşka da adı Kitaydan gətirilən Zaqluşka. Bunların içində heç nə yoxdur. Bunun adı bəllidir də ki, bu Zaqluşkadır. Bəli, bəli. Yox, qanunvericilik nə deyir? Mənim. Qanunvericilik nədir? Qanunvericilik deyir ki, əgər sənin istinadın varsa, onda bir şey yoxdur. Yəni, yenə deyirəm, bu sərəncamlar, fərmanlar, cənab prezidentin göstərdiyi bu qərarlar, hamısı asanlığı göstərir. Hətta mən bir şey bildirim, cənab prezident, buradan müraciət edərək sizə,
bir daha bildirmək istəyirəm ki, qatın 7 yox, tarif haqqında qanunun 18-ci maddəsində 18-ci maddəsində göstərilir ki, deməli göstərilir ki, müəyyən edilməsi, qiymətin müəyyən edilməsi, malın qiymətinin müəyyən edilməsi üsulu sadə və ədalətli üsulla müəyyən edilməlidir. Onda nəyə görə Elmir Ramazanov qəlizləşdirir? Nəyə görə? Mənə dünən nə deyirlər ki, ərizə yazmalısan sən. Deyirəm, qardaş, nə ərizə yazmalıyam? Deyirsən, ərizə yazmalısan ki, biz fiziki baxış, mən... Deyirəm, qardaş, mən yazmıram ərizəni. Mən bəyannaməni vermişəm. Bəyannaməyə qarşı xahiş edirəm, bildirin, bəyannaməyə qarşı göstərin ki, sizin iradınız nədir? Siz mənə deyirsiniz ki, bəli. Bundan qabaq öncə bir detalak oxundu. Hansı ki, bəyannaməni verdikdən sonra sahibkarlardan əlavə sənədlər tələb olunur. Bəli, süründürməçilik bu. Bəyannaməni vermiş. O bəyannaməyə uyğun olaraq sizin malınıza baxış keçirilib, mal sizə təhvil verilməlidir. Bilirsiniz, prosedur var burada. Bunlar belə bir şey var ki, siz malı götürüb aparmalısınız. Ondan sonra araşdırılıb, bu məsələdə hər hansı bir negativ bir hal varsa, bununla bağlı sizə cərimə tətbiq oluna bilər. Niyə bu malı burada günlərlə saxlayırlar, amma malı sizə təhvil verib, sonradan sənədlərin araşdırılmasına aparır? Bilirsiniz, mən deyim, Cənab Prezident yenə də ikili standartdan danışır. Həmin ikili standart bu günləri burada baş verir. Nətər olur ki, o dünənləri sırağa günü kargo var, onun 25 dənə malı bir dəqiqənin içində çıxıb gedibdir. Hər malın içində 168, 568 adda mal olubdur. Gəlsinlər, mən göstərim hamısını. Şahin müəllim, adam verin, göstərək, düzdür. Bu yaxınlarda hesablama palatası da çağırmışdı məni onlarla diskussiya. Oturduq, diskussiyanın sonunda hər şeyi bildirdim, göstərdim. Düzdür, ona baxmayaraq, düzdür, məktub yazılıb mənə, ədalətsiz bir məktub yazılıb. Mən zəng elədim hesablama palatasına, Eşad müəllimə ki, Eşad müəllim, nəyə görə bu məktub belə yazılır ki, yəni heç nə olmadı burada. Heç nə olmadı, yox, mən sübut elədim. Mən qanunvericilikdə onların qarşımda oturan 4 nəfər idi, 6 nəfər idi. Onların 92-ci maddədən anlayışı olmadığı gömrük məcəlləsindən, yəni ki, eyni zamanda inzibati xətaların 490 həmin o 02 deyildiyi qrafa var, ikinci qrafa var. Orada bilirsiniz də, bunlar 2 qata vururlardı. Mən o barədə danışmışdım. Hələ də bir araşdırma yoxdur. Hələ də olmurlar. O məqsədlərdir ki, bu günləri mən sündürülürəm burada. Yəni sən niyə danışırsan? Qarşısında siz bunlarla diskusiyaya çıxdınız. Onda bunlar nə açıqlama verdilər? Siz bunlarla diskusiyaya çıxdınız. Onda bunlar nə açıqlama verdilər tutduqları bu mövqedə? Bu mövqeyə Heç nə. Hələ heç kim heç bir tərəf görmür. Onun plakası bunlardan soruşmadı ki, Gəldilər, çağırdılar, mən göstərdim, sübut elə. Mən göstərdim. Bəli, mən gəldim, göstərdim, sübut elədim. Sonunda mənə məktub yazdılar ki, sizə göstərdilər qanunvericiliyi. 168 də sayılı Nazirlər Kabinetinin qərarını sizə göstərdilər. Nəyi göstərdilər? Orada mən danışdım. Orada mən sübut elədim. Orada mən gətirdim, sübutları qoydum. Nə deyilir ki? Burada göstərilib ki, biz malı ümumiyyətlə hansısa sahib, yəni burada, kısaca o buradadır, həmin qərar buradadır, mən sizə göstərim. Buyurun, 168 qərar. Burada göstərir ki, yəni malın dəyərindən uyğun olaraq, buyurun, çəkə bilərsiniz. Bu da göstərir ki, gömrük dəyərləri. Yəni 1000 manat olduqda 15 manat ödəməliyik, 1000 manatdan yuxarı 10 minə kimi 60 manat ödəməliyik, 10 mindən 50 minə kimi 120 manat ödəməliyik. Bunu 2 qata vururlar. Və büdcədən həmin pullar silinir. Bu da hamını 2 qata vura bilməzlər. Bu günləri məndən ərizə almaqda məqsəd elə budur. Mənim şikayətimə görə. Göstərilirsə bir mənalı olaraq tutaq ki, miqdara görə məbləğin təyini, bu necə onu 2 qata verir? Vururdu. Əmrdir də, bu sənəd. Bəli, mən ondan deyim. Deməli, bəli, yaxşı toxuncusuz. Okey. Bəli, burada məsələ nədir? Bu Səfər Mehdiyevin vaxtından qalan bir hərbə zorba, belə deyim də, yəni süründürməçiliklə burada sahibkarları yazdırırdılar. Şahin Bağırov gəldi, o yenə də qaldı yerində. Dəyişiklik olub. Dəyişiklik olmadı. Hətta mən bir şey bildirim. Şahin müəllim, çox üzr istəyirəm. Cənab Prezident, amma mən burada bir şey eşitdim, yenə də media informasiyada var idi. Kimdə idi yadımda deyil, hansı kanal onu göstərmişdi ki, Səfər Mehdiyevin o bina var tikilir, onun smetasıyla əlaqədar orada smetanı artırıb Şahin müəllim və onunla əlaqədar nəsə yoxlamalar aparılır. Bir dənə o məsələyə də toxunmaq lazım, amma heç kim toxunmur, heç kim marağında deyil. Cənab Prezident, mənim ümidimsizsiniz.
dedi. Bəli, o artırıbdır. Şahin müəllim gəlib artırıb. Nə məqsədlə artırılıb? Burada da maaş verilə bilmir. Nə əlavə dəyişikliyi var ki orada? Nəsə qiymət artımı olubdur. Əlavə smeta dəyərini artırıblar. Nəsə vəsait artırılması baş verib də. Ramil bəy, sizdən öncə bir neçə sahibkar da etirazını bildirirdi Bakı Baş Gömrük İdarəsinə, amma çəkilişə gəlmədilər. Gəlməyəcəklər. Reydçilər sizi. Gəlməyəcəklər. Çünki Səbəb hər nədir? mənim kimi gəlib burada danışdılar. Bir mən burada durmuşam. Mən buradan yenə də efir vasitəsilə yəqin ki Elmir Ramazanov baxır, yəqin ki Şahin müəllim baxır. Bu dəqiqə çıxsın hansısa bir gömrük əməkdaşı gəlsin, izah eləsin ki, nəyə görə mənim bugünkü malım saxlanılıb. Elmir Ramazanov, bir dənə fakt sizə göstərim. Məktub yazmışam ayın, bir dəqiqə, Cənab Prezident, M15/25. 12 fevralda məktub yazmışam. Yəni Prezident Administrasiyası da bütün dövlət orqanlarına Elmir Ramazanov'u göstərmişəm ki, nəyə görə mənim malım gəlibdi. Dekabr ayının 3-də mal rəsmiləşdirilib. Dekabr ayının 28-i, 29-u bunlar mənə bildiriş göndəriblər. Həmin bildirişdən sonra mən bunlara cavab vermişəm. Deməli, bilirsiniz də qanunvericilik nə deyir? Yəni Elnur Əliyev də Elnur Əliyev çıxışların birində bildirmişdi ki, 24 saat ərzində sən bildiriş təqdim eləməlidirlər. Yəni malın baxışından, fiziki baxışından, yaxud baxışından qabaq fərqi yoxdur. Onu mən orasını dərin getmirəm. Məsələ nədir? 24 saatı bunlar 25 gündən səhv salırlar. Hətta bunlar 24 saatı 24 ildən də bərdən birdən səhv salırlar. Müəllim, niyə görə? Köhnəyə gedib qayıdıblar. Bunlar oturublar köhnə üsullarla tətbiq edirlər. Səfər Mehdiyev Gömrük qanunlarını işləyirlər. necə? 90-cı illərin gömrük qanunlarını. 90-cı deyil, mən daşı deyərəm belə deyək də, bir 15-ci əsr, 17-ci əsrdən də daşı biraz dala qayıdıblar bunlar. Hə, o meşoqla yəni qiyməti. Ona görə Nərgiz xanım bunu təyin edə bilmir. Nərgiz xanım mənə deyir ki, mən qiyməti təyin edirəm. Nərgiz xanım, cənab prezident, Nərgiz xanım burada qiyməti təyin eləməsə, bizim malımız qalacaq burada. Nəticədə İran vətəndaşı şoferdir, biz ona günə $100 pul verəcəyik. Nəticədə dövlətdən dollar çıxarıb gedəcək. Çünki o da gəlir ki, mənə dollar ver, $100 ver. Gedirəm məcburan dollar almalıyam, gətirib ona dollar verməliyəm. Heç bir yəni vergidə, heç bir hesabatı olmayan bir şeydir. Bizdən çıxır sadəcə. Nəticə budur. Elmir Ramazanovun nəticədə məni süründürməçilik qarşısına qoymasıdır ki, sən gəl mən dediklərimi elə, sən niyə çıxıb danışırsan? Bəli, danışacağam. Çünki cənab prezident özü bildirib ki, mənə siqnal verin. Mən də buradan məcburam onu eləməliyəm. Ramazanov sizdən hansı qanunun əsasında mən dediyimi etkinən problemin olmasın deyə tələblər qoyulur. Deyim necə? Dünənləri 4 dənə inspektor məndən söhbət edir. Biri gedir, biri gəlir. Biri gedir, biri gəlir. Biri gedir, biri gəlir. Axırdakı qayıdır ki, mən qalxım yuxarıdan məsləhətləşim. Yenə də deyirəm, qardaş 4-ünü indiyənə kimi görmüşəm. Vallah billah, indən sonra da bir 4-ünü görəcəm. Bəs harada qaldı Şahin müəllim? Təmassız, bütün danışırsınız ki, təmas olmadan olacaqdır. Bura gəlməyəcəyik. Buradan mən sözümü, fikrimi qutarım. İnspektorların savadsızlığı nəticəsində bu yuxarı ilə məsləhətləşir. İnspektor deyil, mənlik deyil. İnspektor deyil, mənlik deyil. Qərar verən şəxs, qardaş, qərar verən şəxs bir nəfərdir. Gündə 2000 dənə bəyannamə emal olunur. Həmin 2000 dənə emal olunan bəyannamə Elmir Ramazanov baxır. Bəs mən onu deyirəm ki, bu 350 personal onda burada niyə lazımdır Şahin müəllim? Bu 350 dənə personalı onda çıxardım, siz yekunlaşdırın. Qardaş, ehtiyac yoxdur bu boyda vəsaiti ödəməyə. Sonra da maaş davası döyürlər, məzuniyyət davası döyürlər. Ehtiyac yoxdur da. 19 dəqiqədə danışırıq. Bəli. Burada bir gömrük baş idarəsində əməkdaş yoxdurmu gələr sizinlə əlaqə saxlayacaq? Mən istəyərdim, hal-hazırda mən bildirmək istəyirəm ki, yenə də cənab prezident, mənim malım qanunsuz saxlanılır. Mənim malımın üzərindən təzyiq formaları gedir. Heç bir hesablama qaydalarından, heç bir qanunvericiliyə əl atmırlar. Sizin göstərdiyiniz sərəncamlar və fərmanlar, sizin apardığınız iqtisadi siyasətə Elmir Ramazanov şəxsən zərbə yetirir. Niyə görə zərbə yetirir? Mən deyim. Və burada cənab prezidentin bu günləri səhər bir çıxışı var. Mən həmin çıxışı göstərmək istəyirəm. Buradan da faktı göstərəcəm ki, Elmir Ramazanov həmin çıxışda Elmir Ramazanov ona zid gedir də, zid hərəkət edir. Niyə görə zid hərəkət edir? Çünki köhnə qayda ilə gedir. Həmin köhnə qaydada, bir dəqiqə, mən bu dəqiqə göstərim. Bizə dəqiqə. Bəli, bu sözlərindən sonra Diqqət edin. köhnə qayda ilə işləmək istəyəcəksə, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu alıb gedir. Eşitdiniz. Heç kimə güzəşt yox. Heç kimə güzəşt olmayacaq və köhnə qayda ilə kim işləyəcəksə, cənab prezident göstərir ki, mən onlarla yəni tədbir görəcəm onlarla. Cənab prezident,
Bu dəqiqənin özündə Elmir Ramazanov köhnə sistemlə işləyir. Qiyməti təyin edə bilmir. Bir, faktı, mənim malımın yanması. Yaxşı, əgər mən danışıramsa, onda başqaları niyə danışmırsınız? Значит, məntiq var burada. Значит, bu adamın məndən şəxsi prinsipi var. Bu adam oturub burada, düşünür ki, bura təyin olunubsa rəis, значит, o gəlib məndən prinsip eləməlidir. Digərləri özünüz deyirsiniz ki, xanım bayaqları yaxınlaşırlar sahibkarlara. Bilirəm, bura içəri doludur. İstəyirsiniz çəkin. İçəri dolu adamlandır. Kim danışa bilər? Kim danışır, malını saxlatdırır. O da başına şıxa salır, deyir ki, neyiniyim mən? Eyni zamanda sahibkarların hamısı anlamır ki, hüququ elmi. Göstərirlər demək olar ki. Təzyiq bəs mənə əgər bunu eləyirsə, hələ mən bilirəm, mən bunları yenə də deyirəm. Hər bir hansı birindən mən bugünkü günə kimi hər bir efirimdə çıxışımda deyirəm ki, gəlsin mənlə efir vasitəsilə dursun qabağında. Hətta bir dəfə olmuşdu, 4-5 nəfər burada tökülüşmüşdü mənim üstümə. Yəni orada da cavablarını verdim. Bu sübutdur, bu faktdır. Bu günlərdə faktdır ki, yenə də deyirəm, asanlaşdırmaya doğru sərəncam imzalanırsa, fərman verilirsə, qərarlar qəbul edilirsə, dövlət rəhbəri, yəni dövlət rəhbəri çıxışında nə bildirir? Deyir ki, mən xalqın yanındayım, xalq mənimlədir, mən heç kimdən qorxmuram. Düz deyir. Bəs xalqı bu günləri ilgəndirən kimdir? Elmir Ramazanov. Bu günləri bahalaşmanın səbəbkarı kimdir? Mən deyim, Bakı Baş Gömrük İdarəsi. Bu günləri narazı kütləni, bu günləri narazı qoşunu, narazılıqla dolu olan qoşun, sahibkar qoşununu sağdan kimdir? Elmir Ramazanov. Qardaş, hamısı istəyirlər, hamısı fikirləşirlər. Amma kimə desinlər? Çünki burada təzyiq forması olacaq, çünki burada məktublar qoyulacaqdır. Hər adam da məktub. Mənim hal-hazırda 4 dənə məhkəməyə müraciət etmişəm, 4 dənə iş üzrə. Hal-hazırda da bu məktub göstərdim bu günləri. 12 fevralda vermişəm. Elmir Ramazanov mənə cavab verə bilmir. Niyə cavab verə bilmir, qardaş? Bildiriş veriblər, bildirişlərini sübut eləmişəm. Yəni bildirişin içində 7-ci malı çıxardıblar. İndi də deyirlər ki, biz onu səhv çıxartmışıq. Sən onu vurdala, biz 7-cini də verək. Təbii ki, bu şöbəsinə yaxınlaşmışıq, içəridən məlumat verir. Yəni deyirsiniz bir fayda verəcəkdir. Yəni bu dəqiqə mənim buradan çıxışımın məqsədi Cənab Prezident bunu görəcək. Mümkün deyil görməsin. Və tədbir görüləcək. Elmir Ramazanov düşünür ki, Elnur Əliyevin İqtisadiyyat Nazirinin birinci müavini ona o dərəcədə yəni o qədər dərəcədə buna yolların açılmasını icazə veribdir ki, həmin o yolların açılması, yəni imkanların böyüməsi nəticəsində bunlar burada nə istilər eləyəcəklər. Siz bilirsiniz, sadəcə bir şey də deyim. Nərgiz Həmidova keçən dəfə sual verirəm ki, bura gömrük arasıdır. Bax, biz durmuşuq, düzdür? Bunlar bu dəqiqə narazılıq eləsə və biz çəkirsə, deyəcəklər ki, siz nə danışırsınız? Bura dövlət idarəsidir, gəlmişsiniz. Deyəcək ki, amma yer mənim deyil. Yer mənim deyil, mən burada işləyirəm, mən 2 qata vurmalıyam. Məntiqsiz bir şey var. Astaradan mal çıxanda, bütün sahibkarlara bildirirəm. Astaradan mal çıxanda bizdə təyinat olur qısa idxalda. Təyinat hara göstərir? Bakı Baş Gömrük İdarəsi, Sumqayıt və yaxud da ki, Lənkəran və yaxud da ki, hansısa digər postlar, bir neçə dənə postlar var. Yaxşı, bu postu niyə təyin edirsiniz? Значит, bura həmin Bakı Baş Gömrük İdarəsinin ərazisidir. Ümumiyyətlə, bunlar hələ bilsiz nəyə anlamırlar. Bunlar deyirlər ki, qapıdan çölə çıxdı, biz 2 qata vururuq. Ay qardaş, buradan izah edirəm. Vallahi təlimat var, göstərir. Bakı Baş Gömrük İdarəsi dedikdə nə bildirilir? Nə başa düşürük biz? Bakı. Bakı dedikdə nə bildirilir? 12 dənə rayonun ərazisi. Значит, saat 6-ya kimi 12 dənə rayonun ərazisində bizim mallar açılış zamanı, yoxlanma zamanı, qardaş, o problemsizdir də, sən gəlməlisən, malı açmalısan, bəli. Niyə aeroport 0-1-ə vurur? Aeroport da arendadadır. Bunlar deyir ki, biz onların arenda götürmüşük, bəs ona görə də biz 2 qata vururuq. Aeroport da arendada götürüb, 0-1-dən götürüb də. Aeroportun ərazisi də özünün ərazisi deyil. Bir şey də bildireyim, yekunda indi qapını da çağıracaq. Bax, burada Cənab Prezident, Şahin müəllim, diqqət edin. Deməli, yoxlama aktıdır. Mənim bəyanamam üzrə. Sadəcə, bax, bu bəyanama var, 401-379. Mən keçən dəfə Hesablama Palatası gəldi, bunlara göstəriş verdi ki, qardaş, mənim nümunələrimi götürüblər, qaytar bunun nümunələrini. İndi siz fikir verin, o nümunə ilə əlaqədar, bu işlə əlaqədar mən məhkəməyə müraciət etmişəm. Bunlar mənim malımı da qaytarmırlar, qardaş. Hansı məhkəməyə müraciət etmişəm? İqtisad məhkəməsinə. Qısaca sizi dəvət edəcəm, orada bizim iclasımız olacaqdır bu yaxınlarda. Mən medianı buradan hamını dəvət edirəm. Gəlin, həm məktubu göndərəcəm məhkəmə sədrinə, deyəcəm, xahiş edirəm, açıq-aşkar. Çünki keçən dəfə mən hakimin adı yadımdan çıxdı. Biz getdik, oturduq orada, mən çıxış elədim, mənim çıxışımı kəsdi. Mən də hakimə qayıtdım, dedim ki, başa düşmürəm, sən mən niyə icazə vermirsən danışmağa? Çünki mən danışırdım, bunların işçiləri sadəcə durub baxırdı. Mən danışırdım qanunvericilikdən, mən ispat edirdim ki, bax burada
yoxlama tapşırığı var. Bu yoxlama tapşırığının diqqət edin, nömrəsi olmalıdır, yoxdur. Hətta fikir verin. Deməli 2024-cü ildə gələn malı yazıblar 2023. Qardaş bu aktda buyurun da imzalayıblar da, hamısı imzalayıblar. Necə ola bilər axı bu? Nəticə budur da bunların iş rejimi də. Şahin mənim budur sizin işiniz. Mallar ambarda qaldıqca xarab olur, itibata düşür. Xarab olmağı yoxdur, tikinti mallarıdırlar. Yəni xarab olmağı yoxdur, amma bu dəqiqə yəni demiraj gəlir. Mən $100 sahib maşına verməliyəm. Bunlar da öz bildiklərindədirlər. Dünənləri girdik sitati, ispat elədim, sübut elədim. 2 dənə mal üzrə bunların sualı qaldı ki, model marka. Mən də göstərirəm ki, qardaş Kitayın sexidir. Mənə deyir Kitayın sexini göstər. Deməli mən də izah edirəm ki, buradan Nərgiz xanım, bəlkə baxacaqsınız, baxmayacaqsınız, Şahin müəllim. Yəqin ki, baxacaqsınız. Nərgiz xanımı izah eləmək lazım ki, ay Nərgiz xanım, mən onda gedib o zavodu Kitaydan gətirib bu da Azərbaycanda quraşdırmalıyam ki, sən bunu qiymətli təyin edə bilərsiniz. Biabırçılıqdır axı bu. Qarşı tərəfin fikri önəmlidir. Gedək baxıb görərim var. Mən inanmıram ki, qarşı tərəf çıxıb nəsə desin. Bundan mən buradan nə demək istəyirəm? Buradan xahiş edirəm, gedək Dövlət Gömrük Komitəsinin qarşısına, orada da bugün çəkiliş verir, oradan dəvət edir. Bəlkə Şahin müəllim. Çünki Şahin müəllim biraz yenə də deyirəm, həmişə həqiqətən mədəni, qanacaqlı insanlarla rəftar edir. İnsanlıq faktoru var, böyük bir, doğrudan da sağ olsun, təvəzzükar insandır. Mən düşünürəm Şahin müəllim biz indi ora çatana kimi kimsə oradan çıxıb cavab verər. Və oradan da Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə gedəcəyik. Bu günləri cənab prezident, mən 3 yerə gedəcəm, 3 yerdən də izahat istəyəcəm. Çünki orada da bizim bəzi məsələlərimiz var. Bura aid məsələ odur ki, fakt mən bu günləri süründürməsiyə məruz qalmışam. Fakt bu günləri mənim üzərimdən təzyiq formaları gedir. Elmir Ramazanov heç vəbşə məktubunda yazır, yenə də deyirəm, keçən dəfə əlcəyin texniki, indi də plasması yazıb ki, motorunu göstər. Plasmas qırf yoxdur. Texniki göstəricilərini, motorunuz adını istəyir də, motorunun gücünü istəyir. İndi də plasmasını istəyir, qardaş, qıfın istəyir. Göstərir. Bildim, başa düşdüm, mən yaxınlaşaq da yenə də. Gəlin yaxınlaşaq, bəli, gəlin yaxınlaşaq. Qapı bağlı olacaq. Salam, salam. Mümkün olar, yox, bildim, özüm deyəndə mən özüm gəlim, amma mən istəyərdim ki, media buradan deyəm ki, Nərgiz xanım çıxsın, burada xahiş edib cavab verir. Mən özüm keçəcəm, özümə deyəcək Zəhmət olmasa köməkli göstərin də. Mən danışacağım, amma üzr bir şey də deyim. Buradan mən olarsa 3 dəqiqəlik girəcəm. Amma mən söz verirəm ki, mən əminəm ki, içəridə heç bir razılıq olmayacaq. Həmişə kimi təzyiq forması olacaq, həmişə kimi sahibkar üzərindən, yəni təzyiq forması gedəcək. Nətər olur ki, indiyənə kimi, əgər dünənlər bu söhbət olubsa, mən göstərmişəm, izah eləmişəmsə, dünəndən baxardılar buna. Mən yenə də cənab prezident buradan müraciət edirəm, xahiş edirəm, mənim səsimə səs verin. Cənab prezident, ancaq ümidim sizsiz və mən bunun ardını bu günlərə aparacağam. Buradan Gömrük Komitəsinə, buradan İstintaq İdarəsinə, buradan hamısına mən sübutlarımı axıra kimi göstərəcəm ki, belə zülmlə, belə haqsızlıqla, bürokratik əməllərlə məşğuldurlar. Bunlar baxırlar ki, kim bunlara sərf eləmir, təzyiq edib çölə çıxardıq. Mən də bunu cənab prezident axıra kimi duracağam, çünki siz mənim səsimi eşidirsiniz. Mən bilirəm ki, dövlət qurumları bundan maraqlanacaq. Axır son əvvəl Elnur Əliyev, zəhmət olmasa Elmir Ramazanova izah eləyin ki, sahibkarla prinsip eləmək olmaz. Bu sənin zəifliyini göstərir. Elmir Ramazanov, ehtiyac yoxdur. Buradan səslənirəm və xahiş edirəm bura çıxsınlar, amma eyb yoxdur, çıxmırlar. Mən girim 2 dəqiqədə. Xahiş edirəm, məni gözləyin. Mən çıxıb məlumat verəcəm, çünki çox adam məni görürlər, sonra soruşurlar ki, nə ilə nəticələndi, nə ilə qutardı. Amma mən çox bir şey deyəcəm. Bütün dövlətin, böyük mühafizə orqanları, Kamran müəllim Əliyev, 15 dəqiqə burada gəlib durmaq, seyr eləyəcəksiniz və hər şeyi anlayacaqsınız ki, kim nə ilə məşğuldur. Gözləyir, bir dəqiqə. Olmasa, biabırçılıq qardaş, biabırçılıq, valla. Buraya gəlib, İçəridə nə baş verdi? biabırçılıq, böyük bir biabırçılıq. Bu dəqiqə mən bu məktubu burada hamıya təqdim edirəm. Cənab prezident, bir daha sizdən xahiş edirəm. Cənab prezident, vallah billah da ümidim sizsiz, mənim başqa ümidim yoxdur. Cənab prezident, görün mənə nə yazıblar. Bunlar bu süründürməçilik deyil, nə idi? Bunlar burada məndən deyir ki, biz dəyəri müəyyən eləyə bilmirik. Bunlar göstəriblər özləri ki, biz dəyəri müəyyən eləyə bilmirik. Məktubdan, mənə deyir ki, sən məktub yaz ki, mən sənə malımı fiziki baxış keçirdim, qardaş. Buradakı problemləri həll eləmək mümkün deyil. Betonu gərəkdirəsən, özdə böyük beton. Buyurun. Cənab prezident, sizdən xahiş edirəm. Çox yox, bir balaca vaxtınızı bilirəm, vaxtınız həqiqətən də bu xalq üçün ayırırsınız. Vətəndaşların rahatçılığı üçün vaxt ayırırsınız, çalışırsınız. Cənab prezident, vallah billah.
Buyur. Yeni bir şikayət var. Buyur. Buyur. Alın. Başdan ayağa problem var. Hansı problemlərdən söhbət edir? Ekskavatorları gətirmişik, pulu ödəmişik, hər şey eləmişik, səhərsi günü bizə gətirib çıxardıblar onlarla. 120% bilən təzdən yenə artım ediblər qiymətdə. Bu texnikaların Hansı gətirilməsi mərdliklərdə? prezidentin tapşırığı ilə vergidən, hər şeydən azad olunur. Bax, necə O azad olunur, yəni bunların buradakı bu prezidentin verdiyi sərəncam Elmir Ramazanov aidiyyəti aidiyyəti yəni daxili qanunlardır, dövlət qanunlarıdır, şansında araşdırmaq da istəmirlər, heç nə də bildirmək istəmirlər. Sizə məlumat verilmir. Mümkün özü təqdim edirlər. Neçə vaxt birincidində özü təqdim O edir. 10 gündür maşın gəlibdir buradadır, özdə Qazaxıstan maşın üstündədir, o şofer də bizlə dalaşır, qırğın salıbdır ki, siz gəlin bunlardan. Mən öz ekskavatorunuzu düşürdüm, mən maşınımı götürüm çıxım gedim. Orada buraxamırıq bizə. Hə. Bir daha. Ramil bəy, yeni bir şikayət çıxdı. Bilirəm, valla çoxdur şikayət. Hələ yəni o pik nöqtədədir gəlib çatıbdı. Digərləri pik nöqtədə deyil. Birini alladırlar, birini görmüsünüz. Yəni burada bu günləri özü Elmir Ramazanov özü qol çəkib bu müəssisəsindən ki, mən dəyəri müəyyənləşdirə bilmirəm. Nətər müəyyənləşdirə bilmirsən? müəyyənləşdirə bilmirlərsə niyə burada oturublar bunlar? Qardaş, bəs sənə niyə vəsait ödənilir? Sən niyə maaş alırsan? Sən niyə büdcə ziyan verirsən? Sən onda burada niyə oturmusan? Ay Elmir Ramazanov. Axı sən süründürməsini yerirsən Elmir Ramazanov. Mən bir daha bildirirəm. Cənab prezident, 2000 dənə bəyannamə var, kargolar var, özünü himayə etdiyi şirkətlər var. Gəlsin bura dövlət orqanları gəlsinlər, mühafizə orqanları gəlsin. Kamran müəllim, sizdən xahiş edirəm. Kamran müəllim, cənab prokuror, sizdən xahiş edirəm. Vallahi müdaxilə edin. Vəzifə saxtakarlığı, vəzifə üzrə başınalığıdır. Görün nə yazır burada. Bax məni çağırıb içəri deyir ki, Nərgiz Həmidova deyir ki, mən dəyəri müəyyən edə bilmirəm. Deyirəm sən onda niyə oturmusan burada? Nərgiz Həmidova nə vəzifənin sahibidir? Yəni ən ağıllısı vəzifəsi. Əvvəl Hə, hər şey bilir. Hər şey bilir. Deyir mən hər şeyi bilirəm. Başım mən müəyyən edə bilməm. Hər şey bilir. Qrup rəhbəridir, amma dəyəri müəyyənləşdirə bilmir. Bəli, bu maldan gəlib deyir sən bu malın deyir göstərməlisən. Mənə deyir ki, malın ticarət nişanı, markasının artikulunu mən də göstərirəm ki. Siz sual vermədiniz ki, hansı savabın gəlib burada oturmuşsunuz da səncə müəyyənləşdirə bilirsiniz? Vallahi çox sağ vermişəm, ancaq gülür ya və anlamır, başa düşmür. Son sözləri heç nə. Deyir ki, sən mənə məktub yaz. Mən sənin məktubun əsasında götürüm açım fiziki baxış edeyim. Deyirəm qardaş, mən gətirmişəm malı. Sən indi bunu müəyyən eləməsən. Nə edəcəksən? Mənim məktubumu Sözün niyə fiziki baxış Ay keçirtdə bəli. Ay görsən sən heç gömrükçü deyilsən. Qardaşım sən heç gömrükçü deyilsən. Zaten jurnalistsən. Sənin savadın çoxdur. Vallahi bilə savadı yoxdur. Qurana and olsun. Ay nə danışsan? Necə? Növbəti addım. Növbətdə atdım getdi Dövlət Gömrük Komitəsinin qabağına. Şahin müəllim gəlirəm. Cənab prezident, bu günləri, günün axırına kimi prezident administrasiyasının qarşısına da gələcəm. Mən sübut edəcəm ki, bax saxtakarlıq budur. Rəsmiyə keçiblər, rəsmi saxtakarlıq. Elmir Ramazanov məndən qisas alır. Mən bu günləri sübut edəcəm. Kamran müəllim Əliyev, xahiş edirəm bu vəzifə üzrə 308, 307 hamısı buradadılar. Bunlar bununla məşğuldurlar. Kamran müəllim. Vallahi billahi bura bir dənə gəlməlidirlər, bunlar bir dənə yaxşı yoxlamalıdırlar. Bunlar baxmalıdırlar ki, bu nə yazı baxır qardaş? Sən niyə öz vəzifəvi icra eləmirsən? Sənin öz daxili təlimatın var. Sən daxili təlimatını mənə, vətəndaşa tətbiq edə bilməzsən. Kamran müəllim Əsədov. Kamran Əsədov səhv eləmirəmsə də düzdür. Kamran müəllim, bu neçə müddətdir siz burada etirazınızı edirsiniz və dəfələrlə də çıxışınızda Bir dənə şey deyəcəm. Nərgiz xanım oradan çıxdı. Nərgiz xanım elə həmişə burada var idi. Nərgiz xanım bütün inspektorlardan ağıllıdır. Hamısında bilir Elmir Ramazanov da regulovka verir. Yox, bir dənə məsələ var. Bir dənə məsələ yaxşı yadına düşdü. Cənab prezident, büdcənin 40-50% buradan formalaşır. Həqiqətən buradan formalaşır. İndi gəlin bir dənə fikir. Qardaş, büdcənin formalaşır ki, əməkdaşları 5 ayda maaş alır. Yox, indi bax mən onu deyirəm də. Görün buradan formalaşır. Gör, elə özün deyirsən müəllim. Əgər maaş ala bilmirsə, hansısa bir saxtakarlıq var. Bu boyda ay qardaş heç nə demirəm. Müəllim, xahiş edirəm, diqqətlə bir dəqiqə. Əgər bu məktubu, saxta məktubu mənə verirsən, büdcə formalaşıb buradan keçirsə, maaşları verə bilmirlərsə, məzuniyyətlərlə saxtakarlıq edirlər, nə sonra qardaş büdcənin başından oyun açırlar bunlar. Heç nə. Mənim sözüm yoxdur. Görün büdcənin başından oyun açırlar. Kimə veriblər ki, deyir ki, mən təyin edə bilmirəm. Sən dəyəri müəyyən edə bilmirsənsə, sən büdcəni necə formalaşdırırsan? Sən necə göndərirsən bu pulları ora bura? Mən də yarım yarlıq formalaşdırılır. Ha qardaş, Maliyyə Nazirliyinə
görürsən ki, yalan məlumatlar verir. Xeyr, mən deyim necə? Mən deyim. Deməli, hər bir dəqiqə mən bir dənə şey göstərim. Və bu məktubdan hər bir burada bəyannamə verən şirkətə versələr, xanım, vallahi billah bir dənə hesablayın da hava çıxacaqlar. Nətər olur onlara vermirsən, mənə verirsən. Nətər olur, hamısı düzgün təyin edir. Gəlin bir dənə yoxlama gəlsin bura, bir dənə idarə gəlsin, audit gəlsin. Bəli, müəllim, cənab prezident danışdıqları hamısı buradadır. Qardaş, bəs qohumbazlıq, ikili standart, onu ötür, bunu çölə burax, buna yaxın getmə, ona dəymə, Ramil Əslanov gələndə götür saxla. Buyur, deyil, bəs müəllim, mən onu demək istəyirəm, yenə də, mən onsuz da gəlirəm, Şahin müəllim. Şahin Bağırov vəzifəsindən düşürmək istəyir, yoxsa nədir bu atdığı addımların məqsədi? Emin Ramazanovun bir dənə prinsipi varsa həyatda o da mənəm. Emin Ramazanovun bir dənə prinsipi varsa mənəm və yenə də buradan demək istəyirəm ki, ölkədə narazılıqları, bax gördünüz narazılıq kişi, yəni hələ çoxsu susur. Vallahi billah bu narazı kütlənin formalaşdırılmasında Elmir Ramazanovun bu günləri bu məktubdan da sübutu var. Bu məktub, heç mən uzaq getmirəm. Yəni, növbəti addımı Şahin Bağırovun işini öhdəsindən gələ bilməməsinin göstərdisinə dönür. Şahin müəllim də deyir ki, işini öhdəsindən gəlməməsini göstərmir. Yox, xeyr. Bunun da rəhbəri Şahin Bağırov. Gedin onu Şahin müəllimdən soruşaq. Oldu. Getdik. Sağ olun. Buyurun.